Ancaq bil ki, qiyamət günü onların hamısı açılacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə buyurur? Deyir ki, kim bu dünyada müminin eybini gizlədərsə, Allah Taala qiyamət günü onun eybini gizlədər. Kim bu dünyada müminin eybini açarsa, Allah Taala qiyamət günü onun eybini açacaq. Təsəvvür eləyin, möminlərin eybini gizlədən insan gələcək Allahın huzuruna. Allah Taala onun eyblərini ona deyəcək. O insan başını aşağı salacaq. Qıraqdakılar eşitməyəcək. Ancaq o eşidəcək. Və Allah Taala deyəcək ki, mən sənə bağışlayıram. Nəyə görə? Bu dünyada möminlərin günahını gizlətdiyinə görə Allah Taala elə eləyəcək ki, qiyamət günü onun eyblərini heç kəs eşitməyəcək. Ancaq o insanlar ki, möminlərin eybini açırlar, möminlərin eybini yayırlar, Allah Taala onu hesaba çəkəndə onun eyblərini hamı eşidəcək. Subhanallah, görürsünüz? İnsan ona görə nəfsini hesaba çəkməlidir. Allaha qayıtmalıdır. Allaha tövbə eləməlidir. İnnel hamdəlillah nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh və na'udzu billahi min şururi anfusina və min seyyiati a'malina men yehdihillahu fela mudilla lahu və men yudlil fela hadiya lahu və əşhədu an la ilaha illallah vahdehu la şərikə lahu və əşhədu enne Muhammedən abduhu və rasuluh. Rabbi şrah li sadri və yəssir li əmri və əhlul uqdətən min lisani yefqahu qavli. Əziz qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Allah Taala Qurani Kərimdə buyurur ki: "Və mə xalaqtul cinnə vel insə illə liya'budun." Mən insanları da, cinləri də yalnız və yalnız mənə ibadət etsinlər deyə yaratmışam. Allah Taala insanları da, cinləri də bu dünyaya ona ibadət etsinlər deyə göndərmişdir. Ancaq Allah Taala heç bir insanı və yaxud da heç bir cini məcbur eləməmişdir ki, ona ibadət etsinlər. Öz ixtiyarlarına buraxılıb. Və Allah Taala vəd verib ki, kim ki ona ibadət eləyəcəksə, onun rizasını qazanacaqsa, ona böyük mükafat var. Yox, kim ki ona ibadət eləməyəcək, Allah Taalaya asi olacaq, ondan üz döndərəcəksə, ona da ki əzab vardır. Ona görə insan bu dünyada, xüsusən də müsəlman, sabahı üçün azuqə yığmalıdır. Müsəlman öz əməllərini qabağı qoyub düşünməlidir. Ancaq çox əfsuslar olsun ki, şeytan bəzi əməlləri elə bəziyib ki, bəzi əməlləri elə gözəlləşdirib ki, müsəlmanlar ibadətdən yayınırlar. Müsəlmanlar özləri üzərində işləməkdən yayınırlar. Müsəlmanlar özlərini hesaba çəkməkdən yayınırlar. Necə görürük, bu günlərin filan kəs belə dedi, bəhmən kəs belə dedi, filan kəs filan yerdə filan işi gördü, belə iş gördü və s. Filan elm əhli filan sözü belə dedi. Qeybət, nəmmamlıq, haqqa girmək artıq adi bir hal alıb. Ancaq insan əslində ən çox özü üzərində işləməlidir. Allah Taala Qurani Kərimdə bunu bizə əmr eləyir. Ya eyyuhəllezine amanu aleykum enfusakum. Ey iman gətirənlər, öz nəfsinizin qeydinə qalın. İnsan ilk olaraq özünü islah eləməlidir. İnsan ilk olaraq özü Allaha qayıtmalıdır. Öz nəfsi üzərində işləməlidir ki, sonra başqaları ilə məşğul olsun və onlara şəriətin buyurduğu yollarla onları da islah eləməyə çalışsın. Ancaq o insanlar ki, öz nəfsini unudurlar, öz nəfsi üzərində işləmirlər, onların gözlərində günahları görsənməz olur. Və yaxud da böyük günahları özlərinin gözlərində nə olur? Kiçilir. Ona görə insan nə etməlidir? Öz naqisliklərini görmək üçün, öz günahlarını görmək üçün, öz üzərində işləməlidir. İşləmək üçün də insan nə etməlidir? Özü özünü hesaba çəkməlidir. Vallahi insan özü özünü hesaba çəkməyincəyə qədər mömin ola bilməz. İnsan oturmalıdır, düşünməlidir. Əməllərini bir-bir müzakirə eləməlidir özü ilə. Ki, mən filan əməli etdim. Nəyə görə etdim? Filan əməl məni Allaha yaxınlaşdırdı, yoxsa məni Allahdan uzaqlaşdırdı? İnsan danışır.
Allah Taala bizə dil verib və dil də yorulmayan əzadır. İnsan danışır, subhanallah, dayanmadan. Amma insan düşünməlidir ki, mən danışdığım hər kəlməyə görə Allah qabağında cavab verəcəm. Bunun məsuliyyəti var. Bunu dərk elədikdə, öz nəfsini hesaba çəkdikdə, vallahi ki, insan az danışar. Ayşə radiyallahu anhə nə deyir anamız? Deyir ki, insan ağzından çıxan hər bir şey onun əleyhinə yazılır. Allahı zikr eləməkdən başqa. Yəni, Allah barədə danışdığından başqa, Allahı razı salacaq şeylərdən başqa nə danışırsa onun əleyhinədir. İnsan ona görə oturub özünün əməlləri haqqında düşünməlidir. Nəfsini hesaba çəkməlidir. Yəni, bəzi insanlar görsən özünə haqq qazandırır. Mən zəifəm, Allah Taala bağışlayandır. Yox. Allah Taala Quran-ı Kərimdə nə deyir? Deyir, İnnallâhe lâ yugayyiru mâ bi qavmin həttə yugayyiru mâ bi anfusihim. Allah Taala o qövmü dəyişməz o vaxta qədər ki, o qövm özünü dəyişməsin. Ona görə sələflər nə deyirdilər? Deyirdilər ki, nəfs körpə uşaq kimidir. Sən onu necə bəsləyəcəksənsə, necə tərbiyə eləyəcəksənsə, o cürə də olacaq. Sən onu Allaha ibadət yolunda tərbiyə eləyəcəksənsə, o cürə də gedəcək. Yox, sən onu ərköyün, Allaha asi, günahkar bir şey kimi tərbiyə eləyəcəksənsə, o da səndən onu tələb eləyəcək və səni ora sürükləyəcək. Ona görə insan nə etməlidir? Özünü hesaba çəkməlidir. Özünü islah eləməlidir. Və tez-tez bu hadisə təkrarlanmalıdır. Tez-tez. Hətta bəzi sələflər deyir, insan yatanda başımı balışa qoydun, özünü hesaba çək. Mən gün ərzində nə etmişəm? Əməllərimi hesaba çək. Gör bu əməllərin səni nə edib? Əgər Allaha yaxınlaşdırıbsa, o sənə təkəbbürlük, özündən razılıq gətirməsin. Verdiyi neymətə görə şükür elə. Verdiyi neymətə görə şükür elə. Və arxayınçılıq yaratmasın. Əksinə, çalış daha da əməlləri artırasan. Etdiyin sabit əməllərdə sabit qala, etdiyin yaxşı əməllərdə sabit qalasan və onları artırmağa çalışasan. Yox, əgər düşündün ki, subhanallah, mən bu gün günah eləmişəm, filan kəsin haqqına girmişəm, filan yerdə filan günahı elədim, Allaha tövbə elə, Allahın tövbə qapısı açıqdır. Tövbə də qəbul olmur. Ta o vaxta qədər ki, insan öz nəfsini hesaba çəkməsin. İnsan öz nəfsini hesaba çəkir. Etdiyi günahı etiraf eləyir. Etdiyi günaha görə tövbə eləyir. Bu nəfsi hesaba çəkmir. Ondan sonra Allah Taala qəbul eləyir. Yox, əgər sən öz nəfsini hesaba çəkməsən, sən günahlarını görə bilməyəcəksən, sən xətalarını görə bilməyəcəksən. Ona görə sənin boynuma düşən, sən hər zaman tez-tez özünü hesaba çəkməlisən. Bil ki, qardaşlar, insan özünü hesaba çəkməməyi cəhənnəm əhlinə xas olan sifətlərdəndir. Çünki cəhənnəm əhli heç vaxt özünü hesaba çəkmir. Ona görə insan o əməldən çəkinməlidir. Əgər sən də cəhənnəm əhlinin sifətlərindən uzaq olmaq istəyirsənsə, özünü tez-tez hesaba çək. Allah Taala nə deyir? İnnəhum kanu la yarcuna hisaba və kəzzəbu bi ayatina kizzaba. Deyir, onlar deyir, haqq hesab gününə, haqq hesabda hesaba çəkiləcəklərinə ümid etmirdilər. Və ayələrimizi nədir? Yalan sayırlar. İnnəhum kanu la yarcuna hisaba. Düşünürlər ki, Allah Taala onları hesaba çəkməyəcək. Nəyə görə? Çünki onlar lazımınca, layiqincə Allahı dəyərləndirməmişdilər. Və Allahın ayələrini oxumamışdılar. Allah Taalanın insanları öz nəfsini hesaba çəkəcəyini düşünmürdülər. Dərk eləmirdilər və yaxud da qəbul eləmirdilər təkəbbürlükdən. İnsan nə etməlidir? Oturub düşünməlidir və bu ayəni oxuyanda ki, innəhum kanu la yarcuna hisaba, onlar özlərini hesaba çəkmirdilər. Bu sifət kimin sifətidir? Düşün. Görəcəksən ki, Allahın razı qaldığı bəndələrin sifəti deyil. Əksinə, bu cəhənnəm əhlinin sifətidir. Demək, sənin boynunda nədir? Özünü hesaba çəkməlisən. Vallahi hesaba çəkməsən, sən günahlarını, sən xətalarını görə bilmərsən. Sələflər özlərini tez-tez hesaba çəkərdilər. 60 yaşlı
sələflərdən biri oturur, özünü hesaba çəkir. Deyir, subhanallah, mənim yaşım 60'ı keçib və mən 60 il yaşamışam. 60 ildə, bir ildə 12 ay var. Və bir ildə 12 ay var və bir ildə 12 ayda da, hər ayda da 30 gün var. Yəni, toplayır, haradasa 25 mini keçir. 25 min, 26 min, 900, bilməm, belə rəqam alır. Deyir, subhanallah, huşunu itirir. Bunu ayıldırlar, su verirlər, deyirlər, niyə görə özündən getdin? Deyir, subhanallah, mən həmin bu müddət ərzində yaşamışam. 25 min, 26 min, belə şey eləməmişəm. Təxmini haradasa, bəlkə də 20 mindən çoxdur. Deyir, subhanallah, mən hər gün düşündüm ki, özümə hesaba çəkdim. Düşündüm ki, mən hər günə bir günah eləsəm, 20 mini keçir. Mən Allah qabağında nə cavab verəcəm? 20 mini keçir. Amma deyir, biz gün ərzində bir günah eləmirik axı. Gör, nə qədər günahlar eləyirik. Göz günahlar eləyir, əl günahlar eləyir, ayaq günahlar eləyir. Hər bir şey. Dil, hamısı. Bir günah, hələ bir günah eləsən, günə bir günah 60 ilə 20 mini keçir. Və ağlamağa başlayır. Özünə hesaba çəkir. Və tövbə edir, inşallah ki, Allah Taala onu hesaba çəkdiyinə görə, həqiqi peşman olduğuna görə bağışlayar. Və biz özümüzü hesaba çəkirikmi? Çünki qiyamət günü, bu günlərim əməl var. Ancaq hesab yoxdur. Sabahlarım hesab olacaq, əməl olmayacaq. Və bizim də elədiklərimiz hamısı qabağımıza qoyulacaq. Və vudiyal kitab. Necə ki, Allah Taala Quran-ı Kərimdə buyurur, hər kəsin kitabı qabağına qoyulacaq. Və insan, xüsusən də hamı oxuyacaq. Və Allah Taala deyir ki, insanın kitabı qabağına qoyulacaq. Sən günahkarları orada yazılmış olanlardan qorxacaqlarını görəcəksən. Günahkarlar kitabı götürəndə qorxacaqlar. Öz əməllərini görüb qorxacaqlar. Onlar deyəcəklər, vay halımıza. Bu necə bir kitab imiş? Nə bir balacanı, nə bir böyük günahı buraxıb. Hər bir şeyi orada nədir? Yazılıb. Onlar etdikləri əməlləri qarşısında deyəcəklər, Rəbbim heç kəsə haqsızlıq etməz. Bəli, haqsızlıq etməz. Etməyəcək. Amma elə haqsızlıq eləmədiyinə görə Allah Taala sizin hər bir şeyinizi yazıb. Hər bir şeyinizi, xırdasını, böyüyünü. Siz əhəmiyyət verdiniz, vermədiniz. Siz onu balaca saydınız, böyük saydınız, fərq eləmir. Allah Taala o kitabda hər bir şeyi qeyd eləyir. Mələklər qeyd eləyir. Və qiyamət gündə o bizim nədir? Qabağımıza qoyulacaq. Ona görə insan yaşadığı hər bir şeydən həyatda ibrət almalıdır. Allah Taala insanı oyatmaq üçün imtahanlar göndərir. Allah Taala insanı oyatmaq üçün bəzən onu fitnələrə salır. Nəyə görə? İnsan dönsün, düşünsün o fitnələr barədə və geri qayıtsın. Allah Taala nə deyir? Əvələ yarana ennəhum yuftənunə fi kulli amin marratan əv marratin thumma la yetubun və lahum yəzzəkkərun. Məgər onlar görmürlərmi? Xüsusən də Allah Taala bunu münafiqlər barədə, amma hamıya şamil olur. Məyər onlar görmürlərmi? Biz onları ildə bir və ya 2 dəfə nə edirik? İmtahan edirik. Sınayırıq. Nəyə görə? Deyir, yenə də onlar tövbə etmir, ibrət almırlar. Bu münafiqlərin sifətidir. Və Allah Taala imtahanı möminə də göndərir. Amma mömin nə edir? Münafiqlərə müxalif olaraq ibrət alır və o xətaları eləmir. İbrət alır, günahından dönür, Allaha tövbə eləyir. Ancaq münafiqlər necə? Allahı narazı olan Allah Taala'nın narazı olduğu kəslər isə necə? Fitnələrdən nə ibrət çıxardırlar, nə tövbə eləyirlər. Ancaq mömin bəndə elə olmamalıdır. Allah Taala səni sınadı və düşün ki, Allah Taala bu imtahanı sənə nəyə görə göndərdi? Allah Taala səni qayıtmağı istəyir. Tövbə elə. Günahlarını yadva sal, etdiyin xətaları yadva sal, tövbə elə və Allaha qayıt. Ona görə qardaşlar, hər kəs öz nəfsini hesaba çəkməlidir. Və qeyd elədiyim kimi tez-tez hesaba çəkməlidir. Sələflər nə deyirdilər?
Deyirdilər ki, insan öz şərikini hesaba çəkdikdən daha betər nəfsini hesaba çəkməlidir. Necə ki, Meymun ibn Məhran rahimehullah, Allah ona rəhmət eləsin, deyir. İnsan öz nəfsini, şərikini hesaba çəkdikdən daha çox hesaba çəkməlidir. Allah Taala Şəms surəsinin 9-cu 10-cu ayəsində buyurur ki, qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Deyir ki, nəfsi təmizləyən uğur tapmışdır. Onu günaha batıran, nəfsini günaha batıran isə ziyana uğramışdır. Ayə fikir verin. Bu Şəms surəsinin 9 və 10-cu ayəsidir. Bu ayədən qabaq 7 dənə ayə gəlir. 7 dənə. Və Allah Taala 7 ayənin hamısında yaratdığı məxluqlara and içir. 7 dəfə and içdikdən sonra buyurur ki, görün, fikir verin, ayənin əzəmətinə baxın. 7 ayəni, 7 də ardıcıl Allah Taala ayədə and içəndən sonra buyurur ki, qad əfləhə mən zəkkəhə. Nəfsini təmizə çıxardanlar, hesaba çəkib, təmizə çıxardanlar uğur qazanmışdı. Fikir verirsiniz, ancaq nəfsini hesaba çəkməyənlər, günaha batanlar nədir? Ziyana uğrayacaqlar. Ona görə mömin bunlardan dərs almalıdır. Bunlar hamısı bizim üçün ibrətdir. Allah Taala'nın hər bir ayəsi dərin mənaları özündə cəm edir. Müsəlman oturmalıdır. Allah Taala bu ayəni nəyə görə bizə göndərib və bizdən bu ayənin müqabilində nə tələb edir düşünməlidir. Nəfsini hesaba çəkməlidir. Və Allaha dönəcəksə, yenə deyirəm, Allah Taala onun mükafatını qat-qat verəcək. Yox, Allaha dönməsən, bil ki, Allahın əzabı nədir? Şiddətlidir. Başqa bir ayə fikir verin. Allah Taala Qurani Kərimdə cəmi bir ayədə 2 dəfə Allahdan qorxun kəlməsini buyurur. Bir ayədə 2 dəfə. Gör, həmin ayədə hansı ayədir? Buyurur ki, ya eyyuhəl-ləzine əmənu, ey iman gətirənlər, ittaqullah, Allahdan qorxun. Allahdan qorxun. Sonra görün nə deyir? Allah Taala nə buyurur? Deyir: "Ya eyyuhellezine amenu ittaqullah vel tanzur nefsun ma qaddamat li gadi." Ey iman gətirənlər, Allahdan qorxun və nəfsinizin sabahı üçün nə hazırladığına baxsın. Sonra görün nə buyurur tərzən? İttaqullah. Yenə buyurur Allahdan qorxun. İnnallaha xabirun bima ta'malun. Allah Taala sizin elədiyiniz hər bir əməldən xəbərdardır. Allah Taala başlayır, ey iman gətirənlər. İman gətirənlərə müraciət eləyir. Çünki sən iman gətirdinsə, o demək deyil ki, hesaba çəkilməyəcəksən. Ey iman gətirənlər, Allahdan qorxun. Yəni, Allahdan qorxun kəlməsi bizim müsəlmanlar arasında adiləşmiş bir şeydir. Görsən, qardaşlar bir-birindən zarafat edir, Allahdan qorxun. Ancaq alimlərə Allahdan qorxun deyəndə eləsi olub ki, Allahdan qorxun deyildikdə o qədər qorxub ki, dizləri tutmayıb yıxılıb. Bu ayədə isə Allah Taala 2 dəfə deyir Allahdan qorxun. Ondan sonra buyurur ki, "Vəl tanzur nefsun ma qaddamat li gadi." Sabahınız üçün nə etdiyinizə baxın, nə əməl yığdığınıza baxın. Niyə görə sabah? Çünki sabahlarım əməl yoxdur. Əməl bu dünyadadır. Sabah hesab var. Allahın qabağına çıxdın, qurtardı, getdi. Hesabını verməlisən. Əməl yoxdur. Əməl bu dünyadadır. Ona görə Allah Taala deyir ki, sabahın üçün bax gör nə yığmısan. Sonra təzədən buyurur ki, ittaqullah. Allahdan qorxun. İnnallaha xabirun bima ta'malun. Allah Taala sizin hər bir şeyinizdən xəbərdardır. Allah Taala'dan heç bir şey gizli qalmır. Allah Taala zülmət gecədə qara daşın üstündə qara qarışqanın addımını eşidir və görür. Əgər Allah Taala bunu Peyğəmbər sallallahu bizə hədisdə deyirsə, əgər Allah Taala onun qara qarışqanın qara gecədə qara daşın üzərində addımını görür və eşidirsə, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bizə niyə görə bildirir? Bildirir ki, sizin hər xırda əməlinizi də görür və nə də eşidir. Ancaq qarışqaya hesab yoxdur. Hesab sizədir. Siz hesabını verəcəksiniz.
Əgər Allah Taala hesab verməyəcək bir balaca, nöqtə boyda bir balaca məxluqun addımını eşidir, addımını görürsə, biz hesab verəcək bəndələr necə olacaq Allah Taala'nın qabağında? Necə duracağıq? Hansı ki, artıq əməl yoxdur. Ona görə insanlar qiyamət günü peşman olacaqlar. Yevmə yuaddu zalim alə yedi. İnsan o gün barmaqlarını çiynəyəcək. İnsan başına bir müsibət gəldikdə barmağını çiynəyəcək. Amma o günlərin barmaqlarını ağzına alıb çiynəyəcək. O gün insan torpaq olmağı arzu eləyəcək. Nəyə görə? Çünki Allah Taala ədalətlidir. Allah Taala heyvanları dirildəcək. Buynuzlu heyvan, hansı ki bu dünyada buynuzsuz heyvana əziyyət verib onu öldürübsə, intiqam üçün buynuzsuz heyvana buynuz verəcək və ondan intiqam alacaq. Sonra isə Allah Taala onları torpağa döndərəcək. Bu da insanların gözünün qabağında baş verəcək. Ona görə o insanlar ki bu dünyada hesaba çəkməyiblər, öz nəfslərini islah eləməyiblər, Allaha qayıtmayıblar, onlar düşəcəyi yeri bilirlər. Ona görə nə edəcəklər? Deyir ki, kaş ki biz də heyvan olardıq, Allah Taala bizi torpağa döndərərdi. Amma Allah Taala bizə şərəfləndirib, bizi heyvandan üstün eləyib. Onun müqabilində nədir? Bizə deyir, ibadət eləyin və mən onun artıqlaması ilə sizin əvəzinizi də verirəm. Sizin ağlınızın dərk eləmədiyi mükafatla sizi mükafatlandırıram. Özünüzü hesaba çəkin. Allaha qayıdın, qardaşlar. Qiyamət günü hər kəsin əməli gətiriləcək. Və Allah Taala ədalətlidir. Allah Taala bizim əməllərimizi bilsə də və bizim əməllərimizi bizim qabağımıza şahidlərlə qoyacaq. O şahidlər də ən başlıca elə insanın öz əzaları olacaq. Hansı ki, insan o əzalarla gedib günah eləyib. Əllə günah eləmsən, əl sənə şahidlik verəcək. Ayaqla günah eləmsən, ayaq sənə şahidlik verəcək. Gözlə günah eləmsən və göz sənə şahidlik verəcək. İnsan nə edəcək? Özünü qınayacaq, əzalarını qınayacaq. Allah Taala Quran-ı Kərimdə deyir: "Qalu li junudihim lima şahidtum aleyya." Öz dərilərinə, yəni əzalarına deyəcək: "Mənim əleyhimə niyə şahidlik verdiniz?" Onlar nə deyəcək? Deyəcək: "Qalu antaqanallah." Əlləzi əntaqa kullə şey. Hər şeyi danışdıran Allah bizi danışdırdı. Həmin gün hamımızı gözləyir, qardaşlar. Məni də, səni də, onu da heç kəs azad olmayacaq. Liyəs ələ sadiqinə ən sidqihim. Doğru danışanlar belə doğru danışdığının hesabını verəcək. Sən yaxşı əməl eləmsən, yaxşı əməlinin belə hesabını verəcəksən. Heç vaxt öz əməli və arxain olma. İnsanlar gələcək ki, dağlar boyda savabla. Düşünəcək ki, mənim dağlar boyda savabım var. Gəlib görəcək, heç nə yoxdur. Fəcəalləhu həbəən mənsura. Toz eləyib yoxdur. Sovrulub. Niyə? Deyəcək, ya Rabbi, mənim axı o dünyada əməllərim var idi. Namaz qılırdım, zəkat, oruc, həc və s. Hanı? Deyəcək, sən filan kəsin haqqına girmişsən. Sən filan əməl eləmsən. İnsan özünə hesaba çəkməyib. Günahları öz gözündə görməyib. Tövbə eləməyib. Haqqa girdiyi üçün o günahlar ondan götürüləcək. Elə insanlar olacaq ki, Allahın qabağına qorxu ilə çıxacaq. Gəlib görəcək ki, nə qədər savab var. Deyəcək, ya Rabbi, mən bu qədər əməl eləməmişdim axı. Deyəcək, bu insanların sənin haqqına girdikləridir. Ona görə, qardaşlar, bu gün əməl var. Əməl eləyin. Bu gün sizi hesaba çəkən yoxdur. Azadsız. Özünüzü hesaba çəkin. Allah Taala Quran-ı Kərimdə nə deyir? Deyir, yevmə izin tuhaddisu əxbaraha. Deyir, yer o gün öz xəbərləri barədə, əhvalatları barədə xəbər verəcək. Sahabələr soruşurlar, ya Rasulallah, nə xəbər verəcək? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir bəndənin etdikləri barədə ona xəbər veriləcək. Sən filan gündə filan əməli etdin. Hədisi İmam Əhməd rəvayət edib. Ona görə Ömər radiyallahu anhu nə deyir? Deyir ki, özünüzü hesaba çəkin. Əməlləriniz
çəkilməmişdən qabaq öz əməllərinizi çəkin. Bu gün əməl var, hesab yoxdur. Sabah hesab var, əməl yoxdur. Yəni, insan ona görə nə etməlidir? Özünün öz əməlləri barədə düşünməlidir. Öz əməllərini hesaba çəkməlidir. Ənəs radiyallahu anhu gör ki, Ömər radiyallahu anh tək çıxdı, getdi. Biraz narahat olur, onu izləməyə başlayır. Görür, Ömər gəldi, bostan kimi bir yerdə başladı danışmağa. Dedi, ey Xəttabın oğlu Ömər, ey möminlərin əmiri olan Ömər, Allah qabağına nə ilə çıxırsan? Nə əməllə çıxırsan? Başlayır özü-özünü sual verməyə, özü-özünü hesaba çəkməyə. Ənəs radiyallahu anh dəhşətə gəlir. Dəhşətə gəlir ki, subhanallah, Ömər kimi bir adam cənnətlə müjdələnən, sağlığında cənnətlə müjdələnən bir adam təkliyə gedib ağlayıb özünü hesaba çəkir. Və özünü hesaba çəkdikdə birinci Əmir əl-Müminin deyir, nəyə görə deyir? Çünki Ömər radiyallahu anhu o məsuliyyətə görə deyir. Ancaq özünə xitab elədikdə özünə deyir, ey Xəttabın oğlu. Çünki Ömər radiyallahu anhu o qədər zahid insan idi ki, Ömər radiyallahu anh deyir ki, İraqda deyir, uzunqulaq yolda gedərkən ayağı büdrəyib yıxılarsa, mən qorxuram ki, Allah Taala məni ona görə hesaba çəksin ki, ey Ömər, ey Xəttabın oğlu, niyə yolu düzəltməmişdin? O qədər məsuliyyəti daşıyırdı. Həmin insan Fars və Rum imperiyanın qorxduğu bir insan idi. Fars və Rum imperiyası ondan qorxurdu. Həmin o insan idi. Ancaq insan gör, Allahın qabağında özünü necə aciz kimi göstərir. Özünü hesaba çəkir. Əməli ilə arxayın olmayıb. Nə olsun Peyğəmbər sallallahu aleyhi və səlləm onu cənnətlə müjdələyib. Nə olsun ki, İslam'a o qədər xeyir verib. Onları qoyub qılağa. Özünü hesaba çəkir. Müsəlman elə olmalıdır. Yevmə izin tu'radun la təxfə minkum xafiyə. O gün insan haqq hesab üçün Rabbinin huzuruna gətiriləcəkdir. Sizin heç bir sirriniz Allahdan gizli qalmayacaq. Yəni, bu günlərim, sən gizlində günah eləyə bilərsən, sən gizlində əməl eləyə bilərsən. Ancaq bil ki, qiyamət günü onların hamısı açılacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə buyurur? Deyir ki, kim bu dünyada müminin eybini gizlədərsə, Allah Taala qiyamət günü onun eybini gizlədər. Kim bu dünyada müminin eybini açarsa, Allah Taala qiyamət günü onun eybini açacaq. Təsəvvür eləyin, möminlərin eybini gizlədən insan gələcək Allahın huzuruna. Allah Taala onun eyblərini ona deyəcək. O insan başını aşağı salacaq. Qıraqdakılar eşitməyəcək. Ancaq o eşidəcək. Və Allah Taala deyəcək ki, mən səni bağışlayıram. Nəyə görə? Bu dünyada möminlərin günahını gizlətdiyinə görə Allah Taala elə eləyəcək ki, qiyamət günü onun eyblərini heç kəs eşitməyəcək. Ancaq o insanlar ki, möminlərin eybini açırlar, möminlərin eybini yayırlar, Allah Taala onu hesaba çəkəndə onun eyblərini hamı eşidəcək. Subhanallah, görürsünüz? İnsan ona görə nəfsini hesaba çəkməlidir. Allaha qayıtmalıdır. Allaha tövbə eləməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Buyurur ki, mücahid o şəxsdir ki, öz nəfsi ilə cihad eləyir. İnsan birinci öz nəfsi ilə cihad eləməlidir. Sən əgər öz nəfsi ilə cihadda məğlub olursansa, sən düşmənlə cihadda heç vaxt qələbə çala bilmərsən. Sən öz nəfsi ilə cihad eləməyin bəzi məqamlarda böyük cihaddan daha təhlükəlidir. Nəyə görə? Sən öz nəfsini hesaba çəkdikdə, öz nəfsinlə cihad elədikdə udsan, Allah Taala səni mükafatlandıracaq. Ancaq udsan, sənə böyük təhlükə gözləyir. Böyük cəzaya layiqsən.
öz nəfsivə yenilmisənsə. Ancaq düşmənlə cihad elə deyil. Allah Taala nə deyir? Deyir ki: "Və men yuqatil fi sabilillahi feyuqtal aw yaghlib fasawfa nu'tihi ecran azima." Deyir ki, kim ki Allah yolunda döyüşərsə, öldürülərsə və yaxud da qalib gələrsə, onun ikisinə də nədir? Böyük əcr verəcək. Sən böyük cihadda, düşmənlə cihadda qələbə çaldınsa böyük mükafatın var. Təbii ki, niyyət rol oynayır. Amma öldürüldünsə nədir? Yenə də şəhidsən. Amma bu öz nəfsi ilə cihad elə deyil. Öz nəfsi ilə cihad elədinsə, qalib gəldinsə mükafat var. Məğlub oldunsa cəza var. Ona görə insan nəfsini hesaba çəkməlidir. İnsan nəfsini qınamalıdır hər zaman. Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Yevmə tecidu kullu nefsin ma amilet min xeyrin muhtara və ma amilet min su'in tawaddu law anna beynaha və beynehu amadan ba'ida və yuhazzirukumullahu nefse vallahu raufun bil ibad." Buyurur ki, o gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında görəcək. Yəni hər bir insanın əməli onun qabağına qoyacaq. Özü ilə pis əməllərin arasında böyük məsafə olmasını arzulayacaqdır. İstəməz ki, onun əməlləri gəlib ona çatsın. İstəyəcək ki, öz əməllərindən, pis əməllərindən, murdar əməllərindən, asi əməllərindən uzaq dursun. Amma Allah Taala sizi nə edir? Özünüzdən çəkindirir. Niyə görə? Çünki siz özünüzü hesaba çəkməmisiniz. Bu dünyada insan gərək özünü hesaba çəksin. Artıq Allah qabağına çıxdıqda insan hazırlaşsın. Allah Taala Quran-ı Kərimdə nə deyir? "Fəmən ya'mal misqalə zarratin xayran yara və men ya'mal misqalə zarratin şerran yara." İnsan Allah Taala dirildəcək. Hamını dirildəcək. Və insanlar Allahın huzuruna gələcəklər. 50.000 il Allahın huzurunda dayanacaqlar və ölüm olmayacaq. Allah Taala günəşi yaxınlaşdıracaq. Günəş yaxınlaşacaq. Və insanlar öz əməllərinə görə ya kölgə olacaq, orada mükafatlandırılacaqlar, bəzi insanlar, möminlər. Ancaq günahkarlar isə öz günahlarına görə günəşin təsirinə düşəcəklər. Günəş onları yandıracaq. Təsəvvür edirsiniz? Allah Taala hər bir insanla ayrı-ayrılıqda danışacaq. Ey filankəsin oğlu filankəs, qalx, gəl huzuruma. Və Allah Taala bütün insanın əməllərini ona deyəcək. Ona görə misqalə zarra, zərrə qədər də olsun, heç bir əməl kitabdan yayılmayıb. Allah Taala hamısının hesabını soruşacaq və hamısının hesabını ya mükafat, ya cəza ilə sənə verəcək. Ona görə insan nə etməlidir? Hazırlaşmalıdır. Əbu Darda radiyallahu anhu nə deyir? Deyir, ey Adəm övladı, sən günlərdən ibarətsən. Sənin bir gün getdikdə sənin hissəndən bir parça gedir. Ona görə insan vaxtını dəyərləndirməlidir. İnsana bu həyatda verilən ən dəyərli nemətlərdən biridir vaxt. Çünki onu heç cürə bərpa eləmək mümkün deyil. Nəyə görə? Allah Taala bu vaxtı sənə nəyə görə verib? Onu narazı salacaq şeylərə istifadə eləməyəsən deyinə verib. Onu razı salacaq şeylərlə, əməllərə yönələsən deyinə verib. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi Abdullah İbn Abbas radiyallahu anhu buyurur ki, necə sevinək? Ölüm bizim arxamızdadır. Qəbir qabağımızdadır. Qiyamət günü qarşılaşacağımız yerdir. Cəhənnəm yolumuzun üstündədir. Durduğumuz yer Rəbbimizin huzurudur. Necə sevinək? Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsi deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Buyurur ki, İsrafi adını çəkmir. Buyurur ki, suru üfürəcək mələk suru ağzına yaxınlaşıb deyir, Allahın əmrini gözləyir ki, suru üfürsün. Necə sevinim? Cəbrail əleyhissalam cəhənnəm yaralan gündən gülməyib.
Biz necə də rahatıq. Muhammed ibn Vasi alimlərdəndir. Allah ona rəhmət eləsin. Buyurur ki, əgər cənnətdə bir şəxsi ağlayan görsəz, təəccüblənərsinizmi? Deyirlər, əlbəttə təəccüblənərik. Subhanallah, cənnətdə ağlamaq nədir? Deyir, eləcə də mən bu dünyada sevinənin, bu dünyada gülənin halına təəccüblənirəm. Ki, gedəcəyi yerin hara olacağını bilməyə insan sevinsin. Axı, Allahın əzabı şiddətlidir. Axı, insanın ağlı dərk eləmədiyi cəzalar var cəhənnəmdə. Necə insan sevinə bilər? İnsan hər bir şeyin hesabını verəcək. Peyğəmbər sallallahu aleyhi və sələmə Cəbrail əleyhissalam gəlib nə deyir? Deyir ki, nə qədər istəyirsən yaşa, onsuz da öləcəksən. Nə əməl istəyirsən, et. Onsuz da hər bir əməlin hesabını verəcəksən. Biz də hamımız beləyik. Sələflərdən biri gözünü yumur, cənnəti xatırlayır, orada olan bağları, ayələrə əsasən, orada olan nimətləri, yeməkləri, sonra cəhənnəmi xatırlayır, orada olan əzabları, sonra nəfsinə deyir ki, seç hansını istəyirsən. Ya düşəcəyin yer budur, ya düşəcəyin yer bu. Yəni, nəfsini hesaba çəkir, seçir. Yəni, insan ona görə daima nəfsini hesaba çəkməlidir. Ömər radiyallahu anhu, biz bilirik ki, necə ədalətli, necə məsuliyyətli insan idi. Ömər radiyallahu anhu Beytülmalı hesaba çəkdikdə yana heç kəsin girməsini istəmir ki, fikri qarışmasın. Və yenə bir gün buyurur ki, heç kəs mənim yanıma girməsin. Və girir otaqda hesabat aparmağa başlayır. Bu zaman bədəvlərdən biri gəlir, birbaşa Ömər radiyallahu anhunun yanına girir. Ömər radiyallahu anh da çaşır, hesabda çaşır, hirslənir, götürür, yanında balaca əsa olur, bu ilə vurur. Balaca əsa ilə həmin o ərəbi vurur. Ərəb çıxır qapıdan ki, geçsin, Ömər radiyallahu anh özünü hesaba çəkir, xəta elədiyini dərk eləyir. Əsanı götürərək çıxır qapının ağzında onu tutur. Deyir, mən böyük xəta elədim. Mən səndən halallıq istəyirəm. Bu da əsadır. Sən də əsa ilə məni vur ki, qiyamət günü Allah Taala buna görə mənə sorğu-sual eləməsin, cəzalandırmasın. Təsəvvür edirsiniz, necə insanlar idi. Həsən el-Basri, rahiməhullah, gəlir bir qoca kişi ilə rastlaşır. Deyir, neçə yaşım var? Deyir, bala, 60 keçmişəm. Deyir, 60'ı keçmisən, Allaha doğru gedirsən. Yəni, artıq hər an ölüm sənə gələ bilər. Əslində, hər bir insana ölüm hər an gələ bilər. Amma ehtimal daha çoxdur ki, yaşlanandan sonra gəlsin. Həmin qoca qayıdır, deyir ki, İnnə lillahi və innə ileyhi raciun. Həqiqətən biz Allahdanıq və biz ona qayıdacaq. Bunun mənası odur ki, həqiqətən innə lillahi, həqiqətən biz sənin qulunuq və biz sənə qayıdacaq, sən bizi sorğu-sual eləyəcəksən. Mənası budur əslində. Qoca kişiyə deyir ki, sən bunun mənasını bilirsən, dərk eləyirsən. Qoca kişinin deyir, nədir? Deyir ki, biz innə lillahi, biz Allahın quluyuq. Qul neynəməlidir? Rəbbini razı salmalıdır. İnnə lillahi və innə ileyhi raciun. Biz ona qayıdacaq. Rəbbimizə qayıdacaq. Rəbbimizə qayıdacaqsa, Rəbbimiz bizi sorğu-sual eləyəcək. Kişi başa düşür ki, özünü vaxtı ilə düzgün dəyərləndirməyib, hesaba çəkməyib. Deyir, mən neyniyim indi? Deyir, qalan ömrümü elə gözəl əməllər elə ki, elə gözəl yaşa ki, keçmişdə elədiyin xətalar da silinib getsin. Yəni, ona görə həvəsdən düşmək lazım deyir.
keçmişdə nə etmisən? Əsas budur ki, bu gündən sonraki günləri elə yaşa ki, Allah Taala sənin keçmiş günlərini də bağışlasın. Çalış öz nəfsivə qalib gəl. Öz nəfsivə qalib gəlsən, vallahi ki, Allah Taala səni artıqlaması ilə mükafatlandıracaq. Elə məqamlar olur ki, insan böyük bir şeyi keçə bilmir. Ancaq nəfsinə qalib gəlib Allah üçün keçsə, vallahi ki, Allah Taala insanı artıqlaması ilə mükafatlandırır. Nə vaxtı ki, Əmavi dövlətinə son qoyulur, sonuncu Əmavi dövlətinin padşahı Hişam İbni Abdülməlikin oğlu Muhammed qaçır. Qaçır, gizlənir. Nəyə görə qaçıb gizlənir? Abbasilər Əmaviləri öldürməyə başlayırlar. Muhammed də qaçır, ancaq özü ilə də çoxlu qızıllar götürür. Yəni, bahalı qızıllar götürür. Əbu Cəfər el-Mənsur da bunu tapa bilmir. Xəlifə gəlir, Abbasi xəlifəsi gəlir, Əbu Cəfər el-Mənsur tapa bilmir. Və məscidə gəldikdə görür ki, Əbu Cəfərin, yəni xəbər verirlər ki, Muhammedin yəni xəzinəsi buradadır. Bilir ki, Muhammed yaxınlıqdadır. Açıqda gəzə bilməz, yəni insanlar çox olan yerdə gizlənə bilərdi. Deyir ki, şəhərin qapılarını bağlayın və məscidlərdə insanlar namazdan çıxdıqda qapıları bağlayın, insanları bir-bir buraxın. Bir-bir buraxın. Və kim olduğunu dəqiqləşdirin. Soruşun ki, adın nədir? Atanın adı nədir? Babavın adı nədir? Və artıq dəftərxana olur da. Yəni, o ilə yoxlayın, tanıyan adamlarla ki, görək düzdür, yoxsa yox. Böyük məsciddə artıq buraxmağa başlayırlar insanları bir-bir. Adın nədir? Babanın, atanın adı nədir? Babanın adı nədir? Və yanındakılar yoxlayır, dəftərlə buraxmağa başlayırlar. Bu zaman Muhammed ibn Hişam özü də məsciddə olur. Başlayır təntiməyə, yəni qorxmağa başlayır da. Çünki bilir ki, tutsalar nədir? Öldürəcəklər. Yanında ki adam Muhammed ibn Zeyd ibn Ali ibn Hüseyin yanında olur. Muhammed ibn Zeyd ibn Ali ibn Hüseyin. Muhammed qaydıranla deyir ki, ey qardaş, yaxud da ey kişi, nəsə müraciət eləyir. Nə olub sənə? Yəni, çox həyəcanlısan. Demir. Deyir, dərdini mənə dinən. Deyir, bir şərtlə sənə dərdimi deyərəm ki, sən mənə kömək olacaqsan. Sən məni danışandan sonra məni dediyimi eləyəcəksən. Deyir, Allah üçün mən sənə kömək eləyərəm. Denən dərdi. Deyir, mən Muhammed ibn Hişamam. Yəni, insanların qapıda dayanıb axtardıqları şəxs bütün şəhərdə, o mənəm. Muhammed ibn Zeyd ibn Ali ibn Hüseyin də Əbu Cəfər el-Mənsurun qohumu olur. Yəni, elə bil ki, elə bunlar bunu axtarır, öldürsünlər. Ancaq bu insan söz verib ki, mən sənə kömək olacaq. Deyir, yaxşı, sən üzvü bağla, sən heç kəs tanımasın. Tanımasın. Mən sənə kömək olacam. Və qapıya gəlir, hamı da bunu tanıyır, axı, xəlifənin yaxınıdır. Gəlir, orada bir hiylə işlədir və Muhammed ibn Hişamı məsciddən çıxardır. Bir müddət yolda aparandan sonra, çünki bunu tanıyırlar deyənə, yanındakini yoxlamırlar. Orada bir hiylə işlədir, onu danışmıram. Və yolda deyir ki, get. Muhammed ibn Hişam deyir ki, gəl bura, gəlir. Deyir ki, məndə hələ çoxlu qızıl var, yəni bahalı əşyalar, onu sənə verim. Çünki sən mənə həddindən artıq böyük yaxşılıq elədin, mənə ölümdən qurtardın. Deyir, yox, deyir. Mən deyir, yaxşılığımı buna görə eləməmişəm. Çıx get, deyir. Mən sənə yaxşılığı Allah üçün elədim. Çıx get. Amma Muhammed ibn Hişam gedə bilmir.
Hər yerdə bunu axtarırlar. Tək başlayır qalıya sığınmaq. Mağara olur dağda. Gedir mağaraya sığınır və gecələr çıxır, nə tapır, yer, təzədən qaçır gizlənir mağarada. Çünki hamı bunu axtarır. Sonra və orduya xəbər verirlər ki, bəs filan bir yerdə bir nəfər görmüşük. Bunlar da şübhələnir ki, o ola bilər və mağaraya doğru gündüz vaxtı gəlirlər. Muhammed ibn Hişam da görür ki, uzaqdan atlılar gəlir ordu. Düşünür ki, yəqin buna görə gəlirlər. Mağaradan tez çıxır, qaçır və gəlir şəhərə. Şəhərə girdikdə qapını döyür. Qapını bir dənə kişi açır. Deyir, mən Allah müsafiriyəm, mənə kömək ol. Deyir, Allahın adını verdinsə, mən sənə kömək olacam. Gəl, nə istəyirsən? Deyir, qalmağa yerim yoxdur. Yiyəcəyim yoxdur. Deyir, gəl Allah üçün mənimlə yaşa. Muhammed ibn Hişam onun evində yaşayır. Həmin o kişi deyir, onsuz da mən təkəm, evim də var, əlhəmdə hər bir şeyim var, gəl yaşım. Və Muhammed ibn Hişam buyurur ki, yəni Muhammed ibn Hişam onun evində yaşayır. Bir dəfə də olsun soruşmur ki, həmin o ev sahibi. Yəni bu da İslam əxlaqıdır, bu İslam ədəbidir. Bir dəfə soruşmur ki, sən kimsən, kimlə qaçsan, nə qədər qalacaqsan. Düz 6 ay qalır. 6 ay evində qalır. 6 ay evində qaldıqda Muhammed ibn Hişam çox qəribə bir halla rastlaşır. Görür ki, bu insan sübh namazını qıldıqdan sonra atına minir, çapa-çapa gedir, atını bərk sürərək gedir, zöhr namazına yaxın qayıdır, ondan sonra zöhrü qılır, biraz istirahət edir, gedir işinin dalınca, başqa iş üçün gedir. 6 aydan sonra Muhammed ibn Hişam dözmür. Deyir ki, ey filan kəs, mən səni 6 ayda sübh namazını qıldıqdan sonra atva minib, harasa tələsdiyi görürəm. 6 aydır sən belə hər gün eyni halla rastlaşıram mən. Sən hər gün atva minib harasa gedirsən və gün ortaya qədər hardasa olsun, sonra işin dalınca getsən. Deyir, mən bir nəfəri axtaram. O mənim atamı haqsızcasına öldürüb. O da Muhammed ibn Hişamdır. Xəlifənin oğlu. Mənim atamı haqsızcasına öldürdü. Mən o axtaram. Muhammed ibn Hişam ağlamağa başlayır. Deyir, nəyə görə ağlayırsan? Deyir, axtardığın şəxs mənəm. Mən sənin atamı öldürmüşəm. O qıssanı danışanda xatırlayır. Deyir, bəli, mən öldürmüşəm. İndi deyir, mən sənin əlindəyəm. Artıq mən öldürə bilərsən, atamın intiqamını al. O da öz nəfsini hesaba çəkir ki, subhanallah, bu insan pis halında gəldi, mənim evimdə sığındı. Allahın adını alıb məndən kömək istədi. Və indi əlacsız halda mənim yanımdadır və məndən gücsüz haldadır. Özünü hesaba çəkir. Və buyurur ki, ey Muhammed ibn Hişam, mən Allah üçün sənə toxunmayacam. Çünki sən mənim evimdəsən. Əgər deyir, vallahi deyir, sən gəlib mənim müsafirim olmasaydın, sən mənim qarşıma axtardığın zaman çıxsaydın, haradasa mən səni başlı üzərdim. Atamın intiqamını alardım. Artıq Allah üçün mən o ala bilmirəm, deyir. Get, deyir. Və biraz mal verir, onu yola salır. Yəni, insan, ona görə deyirəm ki, hər kəs öz nəfsini hesaba çəkməlidir. Vallahi, öz nəfsini hesaba çəksə, çox istəklərinin qabağına maniyələr qoya bilər. Şeytan günahları bəziyib, şeytan günah eləyir. İnsan ondan necə qoruna bilər? İnsan öz nəfsini hesaba çəkir. Allah qorxusu gəlir, xatırlayır və o şeydən uzaq olur. Allah Subhanahu taalədən istəyirəm ki, başda mən olmaqla hamımız günahkar, zəif bəndəyik. Allah Taala bizləri islah eləsin. Allah Taala bizi layiqincə özümüzü hesaba çəkənlərdən eləsin və bizi həqiqi tövbə edənlərdən eləsin. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və səhbihi.